Uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz, dərs izahımız sözün quruluşca növləri haqqında olacaq. Sözün quruluşca 3 növü var: sadə, düzəltmə və mürəkkəb. Dilimizdə olan əsas nitq hissələrinin quruluşca 3 növü olur. Elə hamısı sadə, düzəltmə və mürəkkəb olaraq işlənirlər. Digər nitq hissələrinin, yəni köməkçi nitq hissələrinin isə quruluşca növü sadə və mürəkkəb olurlar. Düzəltməlik köməkçi nitq hissələrinə yad olan bir şeydir. Niyə? Çünki düzəltməlik əsasən leksik mənası olan sözlərdən ibarət olduğuna görə, çünki biz deyirik axı, kök və şəkilçiyə ayıranda sözü deyirik ki, sözün kökünün müstəqil leksik mənası olmalıdır. Və leksik şəkilçilərin də düzəltmə sözlərin yaranmasında əhəmiyyətli olmalarını nəzərə alsaq, bu cəhətdən deyə bilərik ki, köməkçi nitq hissələri söz yaradıcılığında, yəni düzəltmə sözlərin düzəlməsində iştirak etmirlər. Düzdür, bir-iki istisnamız var, amma istisnalar qaydaları pozmazlar. Biz deyirik ki, sadə, düzəltmə və mürəkkəb olan sözlər əsas nitq hissələrinin daxilindədir. Sadə, düzəltmə və mürəkkəblik nə deməkdir? Əvvəlcə sadəlikdən danışaq. Uşaqlar, sözlər əgər kökdən ibarətdirsə, ya kökdən ibarət olur, təkcə kökü var. Yəni üstündə heç bir şəkilçi yoxdur. Təkcə kökü olan sözlərə də biz sadə sözlər deyirik. Üstündə heç bir şəkilçi olmayan sözlərə. Eyni zamanda ya da köklə bərabər qrammatik şəkilçisi olan sözlərə. Bu nə deməkdir? Məsələn, əgər mən kitab sözünü sadə söz götürürəmsə, təbii ki, sadədir, çünki ancaq kökdən ibarətdir. Eyni zamanda üzərində hər hansısa bir qrammatik şəkilçi olan, leksik şəkilçidən danışmırıq burada. Burada ancaq qrammatik şəkilçi ola bilər. Sadə sözlərin üzərində ancaq qrammatik şəkilçi ola bilər, leksik şəkilçi olmayacaq. Eyni zamanda mən kitablar sözünü də sadə söz hesab eləyəcəm. Niyə? Çünki köklə bərabər qrammatik şəkilçidən ibarətdir. Yəni, sadə sözlərimiz bir sözlə desək, ancaq ya kökdən ibarət olur, ya da kök üstəgəl qrammatik şəkilçidən ibarət olur. Üzərində leksik şəkilçi olmayacaq sadə sözlərin. Gəlirik düzəltmə sözlərə. Düzəltmə sözlər isə kökdən və leksik şəkilçidən ibarət olurlar. Bunu silək. Düzəltmə sözlərimiz isə kök və leksik şəkilçidən ibarət olurlar. Yadınızda qalsın ki, düzəltmə sözlərin üzərində ən azı heç olmasa bir dənə leksik şəkilçi olmalıdır. Nədən ibarətdir? Kök, üstəgəl, leksik şəkilçi. Ən azı bir dənə olsun, leksik şəkilçi olmalıdır. Ən azı bir dənə də ola bilər, çox da ola bilər leksik şəkilçi. Amma əsas olan ən azı bir dənə də olsun leksik şəkilçi olmalıdır ki, sözün üstündə. Biz ona düzəltmə söz deyək. Və yadınızda qalsın ki, uşaqlar, düzəltmə sözlərin ancaq bir dənə kökü olur. Bir dənə kökü olur. Yəni, bir kökün üzərində leksik şəkilçi olacaq. Məsələn, nümunə olaraq yazaq. Tutaq ki, çəmən sözünü yazıram. Çəmən sözü kökdür. Üstünə lik şəkilçisini artırıram. Bu leksik şəkilçidir. Və leksik şəkilçini görən kimi mən deyirəm ki, bu söz düzəltmə sözdür. Eyni zamanda uşaqlar, leksik şəkilçi olduqdan sonra sözün üstündə fərqi yoxdur. Söz bir neçə leksik şəkilçi də qəbul edə bilər. Eyni zamanda bu bir leksik şəkilçidən sonra qrammatik şəkilçi də qəbul edə bilər. Bizim üçün əsas olan sözün üzərində leksik şəkilçinin olub olmamasıdır. Əgər varsa, İstənilən qədər qrammatik şəkilçi artır ona, istənilən qədər leksik şəkilçi artır ona, həmin sözün quruluşca növü dəyişməyəcək. Yenə də düzəltmə olaraq qalacaq. Məsələn, tutaq ki, deyirəm ki, çiçəklikdə, məsələn, çiçək sözün kökü, lik leksik şəkilçi, üstünə də dadə şəkilçisi artırmışam. Dadə şəkilçisi də qrammatik şəkilçidir. Bu sözün üstündə ən azı bir dənə olsun leksik şəkilçimiz var. Var. Leksik şəkilçimiz varsa, üstündə qrammatik şəkilçi oldu, olmadı. Heç bir fərqi yoxdur. Bu sözə mən yenə də düzəltmə söz deyəcəm. Eyni zamanda uşaqlar, leksik şəkilçilər bir neçə dənə də ola bilər sözün üstündə. Məsələn, tutaq ki, deyirəm ki, balıqçılıq sözü, balıq sözün kökü,
Ç insan anlayışı bildirdiyinə görə leksik şəkilçi götürürük. Lıq da peşə mənası verdiyinə görə leksik şəkilçi götürürük. Üzərində 2 dənə söz var. 2 dənə leksik şəkilçi var. Uşaqlar, bu sözün belə bir sual düşə bilər sizə ki, bu sözün quruluşca növünü hansı şəkilçi dəyişib? Yəni üstündə 2 dənə leksik şəkilçimiz var. Bu sözün quruluşca növünü hansı şəkilçi dəyişib? Yadınızda qalsın. Sadə sözlərin quruluşca növlərini dəyişdirən şəkilçi ilk leksik şəkilçi olur. Burada sözün quruluşca növünü dəyişdirən şəkilçimiz ç şəkilçisidir. Niyə belə deyirik? Çünki balıq sözü sadə söz idi. Balıq sözünü mən adi vəziyyətdə işlədirəmsə, bu olub sadə söz. Üstünə ç şəkilçisini artırdımsa, bu nə oldu? Sadə sözdən çevrildi düzəltmə sözə. Üstünə lıq şəkilçisini artırıram. Balıq, çılıq. Lıq şəkilçisini də artırıram. Balıqçı sözü onsuz da düzəltmə idi. Üstünə lıq şəkilçisini artıranda bunun düzəltməliyində hər hansısa bir şey dəyişdimi? Xeyr, dəyişmədi. Düzəltmə idisə yenə də düzəltmə olaraq qaldı. Heç bir mənası olmadı. Yəni heç bir yeni bir quruluşca növ forması biz yaratmadıq. Düzdür, məna dəyişir, amma quruluşca növdən söhbət gedirsə, burada birinci şəkilçimiz sadə sözü düzəltmə sözə çevirdi. Amma lıq şəkilçisinin heç bir əhəmiyyəti olmadı burada, onun quruluşca növündə. Düzəltmə idisə yenə də düzəltmə olaraq qaldı. Əgər sizə sual düşsə testdə ki, sözün quruluşca növünü dəyişdirən şəkilçi hansı şəkilçidir? Yadınızda qalsın. İlk artırılan leksik şəkilçidir. Demək ki, bizim sözlərimiz quruluşuna görə düzəltmə olduğu halda üzərində ən azı bir dənə leksik şəkilçi olmalıdır. Birdən də çox ola bilər, amma bir dənə də olsun olmalıdır ki, biz ona düzəltmə deyək. Eyni zamanda leksik şəkilçidən sonra istənilən qədər qrammatik şəkilçi də artıra bilərik biz ona. Leksik şəkilçi də artıra bilərik. Onun quruluşca növü dəyişməyəcək. Yenə də düzəltmə olaraq qalacaq. İndi başlayaq mürəkkəb sözlərə. Mürəkkəb sözlər 2 və daha artıq kökdən ibarət olurlar. Yəni, mürəkkəb sözlərdə şərtdir ki, ən azı 2 dənə kök olsun. Əgər kökü bir dənədirsə, biz o sözə mürəkkəb söz deyə bilmərik. Deməli, mürəkkəb sözlər 2 və daha artıq sözdən yaranır. Məsələn, məşhur sözlərdir. İt burnu, it burnu. Məsələn, it sözü ilə burun sözündən yaranıb. Daha sonra məsələn, dəvə dabanı. Burada da dəvə və daban sözündən yaranıb. Daha sonra məsələn, tez-tez sözünü deyirəm. 2 söz var tərkibində var. Bunların hər biri mürəkkəb söz kimi hesab olunurlar. 3 sözdən ibarət də mürəkkəb sözümüz var bizim. Əl üz yuyan sözü. Əl, üz və yu sözlərindən yaranıb. Anan şəkilçisi də qrammatik şəkilçidir. Deməli, uşaqlar, mürəkkəb sözlər üçün bizə tələb olunan əsas fikir nədir? 2 dənə kök olmalıdır ən azı. 2 dənə kökdən sonra biz deyə bilərik ki, həmin sözlər mürəkkəb sözlərdir. Və uşaqlar, bunu da unutmayın ki, mürəkkəb sözlərin tərkibində həm leksik şəkilçi işlənə bilər, həm qrammatik şəkilçi işlənə bilər. Amma qrammatik şəkilçi ilə leksik şəkilçinin işlənməsi onun quruluşca növünü dəyişdirməyəcək. Ümumiyyətlə, mürəkkəb sözün üzərində şəkilçi oldu mu, olmadı mı, bunun heç bir əhəmiyyəti yoxdur onun quruluşca növünün dəyişməsində. O yenə də mürəkkəb olaraq qalacaq. Məsələn, mürəkkəb sözlər var. Tutaq ki, enli kürək. Enli kürək sözü enli sözündən yaranıb. Enli sözünün kökü endir. Li leksik şəkilçidir. Kürək sözü də sadə sözdür. Bir tərəfi düzəltmə, bir tərəfi sadə sözdən ibarətdir. Amma bunun kökündə 2 dənə söz var. Bəli, bu söz burada 2 dənə kökdən ibarət söz var. 2 dənə söz olduğuna görə biz buna mürəkkəb söz deyəcəyik. Yəni başqa bir xüsusiyyət götürmürük. Üstündə leksik şəkilçisi oldu və yaxud da olmadı. Eyni zamanda qrammatik şəkilçisi də ola bilər. Elə itburnu sözündə u şəkilçisi mənsubiyyət şəkilçisidir. Daha sonra dəvə dabanı sözündə ı şəkilçisi yenə də mənsubiyyət şəkilçisidir.
qrammatik şəkilçilərdir. Əl-üz-yuyan sözündə anen şəkilçisi fe'l sifətin qrammatik şəkilçisidir. Yəni qrammatik şəkilçi oldu və yaxud da enli kürək sözündə leksik şəkilçi oldu, bunun heç bir əhəmiyyəti yoxdur. Ən azı 2 dənə söz var tərkibində var. Biz bunlara artıq mürəkkəb sözlər deyəcəyik. Bu qədər uşaqlar, yəni qaydamızda əlavə hər hansısa bir şey yoxdur. Bir dənə yadınızda saxlayın ki, sadə sözlər ya kökdən ya da ki, düzəltmə sözlərimiz kökdən və leksik şəkilçidən ən azı bir leksik şəkilçi olmalıdır tərkibində və kökü bir dənə olmalıdır. Mürəkkəb sözlərimiz isə 2 və daha artıq kökdən ibarət olur və fərqi yoxdur. Üzərində leksik şəkilçi oldu, olmadı, qrammatik şəkilçi oldu, olmadı. Əgər 2 kök varsa ən azı, bunları artıq biz mürəkkəb söz hesab eləyirik. Bu qədər uşaqlar, sağ olun. Növbəti dərslərdə görüşənə qədər.